Skalyozda üzgüçülük həqiqətən kömək eləyir. Uzun illərdir skalyozu olan insanlara üzgüçülüklə məşğul olmaq məsləhət görülür. Amma məsələ görüldüyü qədər sadə deyil. Üzgüçülük zamanı bütün bədən işləyir. Məhz elə bu səbəbdən də skalyozu olan insanlara üzgüçülük yaramır. Çünki skalyozda bəzi nahiyələr digərindən fərqli davranır. Məsələn, üzgüçülüklə fəqərələrdə yaranmış rotasiyaya spesifik təsir göstərmək mümkün deyil. Döş qəfəsinin çökmüş və ya geridə qalmış nahiyəsini üzgüçülük zamanı məqsədli şəkildə genişləndirmək və ya nəfəsi həmin nahiyəyə vermək demək olar ki, mümkün deyil. Eyni zamanda hansı əzələlərin daha artıq, hansının isə daha az işləməli olduğunu dəqiq tənzimləmək mümkün olmur. Bədən ümumi işləyir, amma skalyoz daha çox spesifik yanaşma tələb edir. Məhz bu səbəbdən də peşəkar səviyyədə üzgüçülüklə məşğul olan insanlarda da skalyoza rast gəlmək olar. Bəli, üzgüçülük sağlam bir fəaliyyət növüdür, amma onu skalyozun korreksiyası ilə eyni anlayış kimi qəbul eləmək doğru deyil və bir çox hallarda isə üzgüçülük skalyozun daha da artmasına səbəb ola bilər.